Elektron hökumət portalı sayəsində irəliləyişlər getdikcə artır. Hər bir prosesin elektronlaşdırılması həm işin sürətlə aparılması cəhətdən, həm də məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi baxımından əhəmiyyətlidir. Gələcəkdə tələbələrin qəbul imtahanlarının da elektronlaşdırılması nəzərdə tutulur. Bu ilin aprel ayında elektron hökumət portalı vasitəsilə əhaliyə 1.500.000-dən çox xidmət göstərilib ki, bunun da 1.016.000-i tələbə qəbulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilib. Komissiyada müxtəlif proseslərin elektron qaydada həyata keçirilməsi Rabitə və Yüksək Texnologiyalar Naziri Əli Abbasovun da diqqətindən qaçmayıb. İnternet üzərindən də sənədlərin qəbuludur, onlar üçün müəyyən hansı xidmətlər verilirsə, o internet üzərindən aparılması üçün bütün şərait yaradılmışdır. Və tələbə qəbulu üzrə Dövlət Komissiyası bundan istifadə edir. Onlara elektron imzalar da paylanmışdır. Burada mən hesab edən bir problem yoxdur. Bu il abituriyentlər elektron mühit üzərindən daha da rahatsızlıq hiss edəcəklər. Ümumiyyətlə tələbə qəbulu üzrə Dövlət Komissiyası tərəfindən xidmətlər əsasən elektron qaydada həyata keçirilir. Qurum tərəfindən gələcəkdə imtahanların da elektron qaydada keçirilməsi reallaşa bilər. Amma ilk olaraq hər bir abituriyent və ya şagird üçün xüsusi imtahan kitabçalarının çapı nəzərdə tutulur. Biz gələcəkdə hər bir auditoriyada 24 uşaq imtahan verirsə, 24 variant çap edilib təqdim edə bilərik. Yeni növ imtahanlarına keçmək üçün yeni texnologiyalar biz tərəfdən tətbiq olunubdur və ola bilsin 2-3 ildən sonra biz addım-addım belə növ imtahanlara keçəcəyik. Yeri gəlmişkən tələbə qəbulu üzrə Dövlət Komissiyası ötən gün orta məktəblərdə keçirdiyi buraxılış imtahanları ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, iyulun 2-sində Bakı şəhərində yerləşən orta ümumi müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşmiş qaydada buraxılış imtahanı keçirilib. 9-cu sinif şagirdləri üçün imtahan saat 10-da, 11-ci sinif şagirdləri üçün günorta 3-də başlayıb. Bugündən etibarən komissiya imtahan protokollarının və cavab kartlarının emalına başlayacaq. Nəticələr yaxın günlərdə elan olunacaq.